Dostlar salam. Yenidən sizinlə rəqəmsal məktəbdəyik. Azərbaycan tarixi fənni ilə davam edirik. Bizim bugünkü mövzumuz yeni daş dövrü, neolit dövrüdür. Bugünkü dərsimizdə biz sizinlə neolitin əhatə etdiyi dövr, bu dövrdə baş vermiş yeniliklər, yəni neolit inqilabı, tox əkinçiliyinin yaranması və istehsal təsərrüfatının yaranması haqqında öyrənəcəyik. Gəlin dərsimizə başlamamışdan öncə bir xatırlatma edək. Yadınızdadırsa, əvvəlki dərslərimizdən biz sizinlə artıq daş dövrünün mərhələləri haqqında öyrənmişik və ümumi olaraq daş dövrünün 3 mərhələyə bölündüyünü bilirik biz. Paleolit, mezolit, neolit. Yəni paleolit qədim daş dövrü, mezolit orta daş dövrü, neolit isə yeni daş dövrü. Biz artıq paleolit və mezolit dövrünü yekunlaşdırmışıq. Bugünkü dərsimizdə isə neolit dövrü ilə davam edirik. Elə isə gəlin başlayaq. Neolit dövrü. Azərbaycanda bu dövr, yəni yeni daş dövrü, eramızdan əvvəl 8-ci minillikdən başlayıb, eramızdan əvvəl 6-cı minilliyə qədər davam eləmişdi və daş dövrünün bu mərhələsi neolit adlanır. Neolit nə deməkdir? Neolit Yunan sözü olub, neos yeni, litos isə daş deməkdir. Əvvəlki dövrlərdən də siz artıq litos sözünün mənasını bilirsiniz və artıq buradan aydın olur ki, neolit sözünün mənası, yəni yeni və daş sözlərinin birləşməsindən əmələ gəlib, yeni daş dövrü deməkdir. Neolit dövründə insanlar təbiətdən asılılıqdan xeyli azad olmuşlar. Biz deyə bilmirik tam şəkildə azad olmuşdular. Çünki müəyyən dövrlərdə insanlar təbiətdən asılı olublar, amma lap qədim dövrlərdə, çox qədim dövrlərdə insanlar təbiətdən tam asılı idilər. Təbiətdə, yəni onlar üçün əgər qida məhsulları varsa, heyvan ovlaya bilirdilərsə, demək onlar yaşaya bilirdilər. Yox, əgər əksinə baş verirdisə, onlar qida tapmırdılarsa, bəzən onların həyatı bahasına başa gəlirdi. Və ona görə amma bu dövrdə artıq neolit dövründə insanların təbiətdən asılılığı xeyli azalmış olur və insanlar çünki özlərinə lazım olan məhsulları artıq istehsal edə bilirdilər. Buna görə də bu dövrdə istehsal təsərrüfatı formalaşır. Əslində mezolit dövründə biz demişdik ki, yığıcılıqdan əkinçilik, ovçuluqdan isə maldarlıq yaranmışdı. Beləliklə, mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçid formalaşmışdı. Amma fikir verirsiniz, istehsal təsərrüfatı yaranmışdı demirik. Ancaq neolit dövründə deyirik ki, artıq istehsal təsərrüfatı formalaşdı. Yəni istehsal təsərrüfatı yarandı. Bu çox vacib bir hadisədir. Bunu diqqətlə yadınızda saxlayın. Azərbaycanda bu sahələrin inkişafı üçün neolit dövründə əlverişli şərait var idi. Məşğuliyyət sahələri içərisində əkinçilik və maldarlıq əsas yer tuturdu. Hansı ki biz dedik ki, mezolit dövründə yaranmışdı. Əkinçilik və maldarlıq artıq əsas yer tutur məşğuliyyət sahələri içərisində. Oturaq həyat tərzinə keçən əhali əkinçilik və maldarlıqla yanaşı bu dövrdə artıq ovçuluq və balıqçılıqla da məşğul olurdu. Yəni, əsas təsərrüfat sahələri əkinçilik, maldarlıq idi. Ancaq ovçuluq və balıqçılıqdan da məşğul olurdular. Oturaq həyat tərzinə keçən əhali əkinçilik və maldarlıqla yanaşı ovçuluq və balıqçılıqla da məşğul olurdu. Düzdür, əsas təsərrüfat sahələri yenə əkinçilik və maldarlıq idi. Ancaq ovçuluq və maldarlıqla da yenə də məşğul olurdular. Bu dövrdə əmək alətləri əsasən çaxmaq daşı və dəvə gözündən hazırlanırdı. Biz əslində bilirik, niyə görə məhz bu daşlardan hazırlanırdı. Çünki bu daşlar demişdik ki, çırpılan zaman tez parçalanır və kəsici olurdular, it uclu olurdular. Ona görə məhz bu daşlardan hazırlanırdı əmək alətləri. Bu da əvvəlki dövrlərdə neolit dövrünün oxşar cəhətidir. Çünki əmək alətləri o dövrdə də daşdan hazırlanırdı və gördüyünüz kimi bu dövrdə də daşdan hazırlanırdı. Məhz buna görə bu dövrə yeni daş dövrü deyirlər. Torpaq bu dövrdə artıq toxa ilə yumşaldılırdı. Düzdür, mezolit dövründə əkinçilik yaranmışdı. Amma torpağı yumşaltmaq üçün artıq toxadan istifadə neolit dövründədir. Toxa ekranda yəqin ki şəklini görürsünüz. Ucuna sümük bərkidilmiş əyri ağacdır. Hansı ki bunun vasitəsilə qadınlar torpağı şumluyurdular. Yəni yumşaldırdılar ki, əkinçiliklə məşğul olsunlar. Neolit dövründə sənət sahələri meydana gəlir. Əsasən yeni sənət sahələri meydana gəlir. Burada artıq dulusçuluqla məşğul olan insanlar saxsı qablar istehsal edirdilər. İnsanlar daş alətləri deşməyi və artıq cilalamağı öyrənmişdilər.
Toxuculuq məhz neolit dövründə yarandı. Toxucular Yunan və bitki lifindən cürbəcür məmulatlar hazırlayırdılar və istehsal təsərrüfatının yaranması ilə cəmiyyətin həyatında baş vermiş bu yeniliklər neolit inqilabı adlanır. Bu dövrdə neolit inqilabı baş verir. Neolit inqilabında gördüyünüz kimi artıq istehsal təsərrüfatının yaranması ilə bu proses başa çatmışdı və bu yeniliklər neolit inqilabı adlanırdı və bu dövrdə baş vermiş yeniliklər əslində çox böyük yeniliklər hesab olunur. Çünki toxuculuqla insanlar məşğul olur və gördüyünüz kimi artıq daşları deşməyi öyrənmişdilər, cilalamağı öyrənmişdilər, saxsı qablar istehsal etməyi öyrənmişdilər və bütün bu proseslər hamısı neolit inqilabına daxildir. Neolit dövründə uşaqlar, əhali oturaq həyata keçir. Gəlin görək bunun səbəbi nədir? Niyə oturaq həyata keçirlər? Axı biz əvvəlki dövrlərdə dedik ki, insanlar köç edirdilər, başqa yerlərə gedirdilər və həmçinin demişdik ki, həmin ulu icmada yaşayan insanların o tərkib daimi deyildi, tez-tez dağılırdı, yeniləri yaranırdı. Əsasən bu köç etmə səbəbləri müxtəlif idi. Yəni onlar iqlim şəraitinə görə köç edirdilər. Çünki hələ neolit dövrünə qədər onlar toxuculuqla məşğul deyildilər. Özlərinə geyim hazırlamağı bacarmırdılar. Amma artıq bu dövrdə toxuculuq yaranıb, havalar soğuyanda insanlar artıq özləri üçün geyim hazırlaya bilirdilər, əsasən heyvanların dərisindən. Ona görə də köç etmək məcburiyyətində qalmırdılar. Soyuqdan ən azından qoruna bilirdilər və beləliklə əhali oturaq həyata keçir və çünki çox böyük inqilab baş verib bu dövrdə, yeniliklər əldə ediblər, köç etməyə artıq ehtiyac qalmıyor. Məhz bu səbəblərdən insanlar artıq oturaq həyata keçmişdilər. Neolit dövrü abidələrindən daş toxalar, çəkic və balta və lövhələr tapılmışdı. Ekranda bütün bu alətlərin hər birinin siz şəklini görürsünüz, təsvirini görürsünüz və bu alətlər hamısı məhz neolit dövrünə aiddir. Yaşayış yerlərinin birində iri buynuzlu heyvanın çənə sümüyündən düzəldilmiş oraq tapılmışdı. Oraq gördüyünüz kimi ekranda təsviri var. Siz bir neçə dövrdə artıq oraqla tanış olacaqsınız. Sonraki dövrdə misdən də oraq hazırlayırlar. Tunç dövründə isə artıq görəcəksiniz, tuncdan insanlar oraq hazırlayırlar. Və həmçinin bu dövrdə insanlar sümüyün içərisinə çaxmaq daşından kəsici qəlpələr yerləşdirmişdilər və yeni alətlər hazırlamışdılar. Gəlin bir də təkrarlayaq görək, neolit dövründə insanların həyatında hansı inqilabi dəyişikliklər baş verdi? Biz dedik ki, onlar daş işləməklə, yəni daşları cilalamağı öyrəndilər, sümük işləməklə məşğul oldular, toxuculuq yarandı və bu dövrdə saxsı qabların istehsalı olan duluzçuluq yarandı. Baxın, bu yeniliklər hamısı böyük inqilabi yeniliklər idi ki, məhz neolit dövründə baş vermişdi. Ona görə də neolit dövründə elə neolit inqilabı terminin ifadəsi xatirinizə gətirsəniz, bütün bu dövrə aid olan proseslər artıq sizin göz önünüzdə canlanacaq. İndi gəlin paleolit, mezolit və neolit dövrünün bir oxşar cəhətlərini sizlə xatırlayaq. Əslində keçdikcə biz bunları sizlə danışmışıq, amma bir daha xatırlatma eləyək ki, əmək alətləri daşdan hazırlanması bu dövrlərin oxşar cəhətidir. Çünki dövrlərin adlarının sonuna fikir versəniz, hər birində lit deməli şəkilçi ilə bitir. Lito sözünün mənası daş deməkdir. Bu deməkdir ki, əmək alətləri bütün bu dövrlərdə, 3 dövrdə də məhz daşdan hazırlanıb. İnsanlar qəbilə icması halında yaşayırdılar. Artıq paleolit dövrünün sonunda qəbilə icması formalaşmışdı. Ana xətti ilə qohumluq əsasında birləşirdilər. Buna ana xaqanlığı deyilirdi, yəni qəbilə icması. Və bu 3 dövrün yenə də oxşar cəhəti o idi ki, artıq insanlar qəbilə icması halında, ana xaqanlığı halında yaşayırdılar. Gəlin biz paleolit, mezolit, neolit dövrünü xatırlamışkən bir də bu dövrlərə aid olan abidələrin yerləşdiyi əraziləri də bir nəzərdən keçirək. Təbii ki, xəritə üzərində. Çünki bu xəritədə olan yer adlarını siz mütləq öyrənməlisiniz. Qarşıda işləyəcəyiniz testlərdə xəritələrə rast gələcəksiniz. Gördüyünüz kimi paleolit dövrünün gəlin ilk öncə abidələrin bir müəyyənləşdirək. Paleolit dövrü abidələrinə Qarabağda Azıq Tağlar mağarası, həmçinin Kəlbəcərdə Zar mağarası və Qazaxda Daş Salahlı mağarası, bir də Lerikdə Uzeyir mağarasını biz misal göstərə bilərik. Bu dövrün həyat tərzi məhz bu abidələr əsasında öyrənilmişdir.
İndi isə bir də Naxçıvanda Qazma mağarası. Gəlin indi biz sizinlə mezolit dövrünün abidələrinin yerləşdiyi ərazini müəyyənləşdirək. Qobustan abidələri, məncə siz bunu artıq 5-ci sinifdən də keçmisiniz deyə çox yaxşı tanıyırsınız. Qobustanın yerləşdiyi ərazini də bilirsiniz. Həmçinin Qazağın Damcılı mağarası, xatirinizdədirsə orada biz demişdik, kiçik ölçülü oxuculuqları tapılmışdı. İndi isə bir də Neolit dövrünə baxaq. Neolit dövrünün abidələri isə 1-ci Kültəpədə və Kamiltəpədə aşkar edilmişdi. Bir də Mistaş dövrünün abidələri, əslində ikisi eyni deməli formada verilmişdi. Dərsliyinizdə öz əksini tapıb və mən istədim ki, bir daha bu haqda sizlə danışaq. Bir də Cəlilabadda Əli Köməkdəpə mağarası məhz Neolit dövründən sonraki dövr, Eneolit dövrünə aid əmək alətləri məhz bu ərazidə tapılmışdı. Əli Köməkdəpədə əsasən əhəlləşdirilmiş atın sümükləri tapılmışdı uşaqlar. Gələcək dərslərimizdə bunu öyrənəcəksiniz. Bugünkü dərsimizi sizinlə burada yekunlaşdırıram. Gələn dərslərimizdə görüşmək ümidi ilə sizinlə sağollaşıram. Hələlik.